Əziz abituriyentlər, indi isə deməli botanika 2 sınağın izahına baxırıq. Deməli 3 ilə 4-ü paylaşdım, 2 qalmışdı. İkinci sınağımız botanikadandır. Deməli baxaq. Birinci sualda deyir: gövdəsi dik qalxır, budaqlanmır. Üzərində sıx yerləşmiş ucu şiş yarpaqları olur. Torpağa rizoidlər vasitəsilə yapışır. Söhbət hansı bitkidən gedir? Deməli gövdəsi dik qalxır, budaqlanmır deyir. Şiş yarpaqları da var. Rizoidlərlə birləşsə deməli söhbət yaşıl quş mamırından gedir. Sfagmda bilir ki, şaxələnir. Qıcıda torpağa kökü vasitəsilə birləşir. Sonra gəldi planında onun kimi kökü var. Protonimada ilə mamırın düzəltisidir. Gəldik ikinci sualda deyir. Xloroplastlar rast gəlinir. Xloroplastlar canlı orqanizmlərin bütün hüceyrələrində deyə bilmərik. Bitkilərin bütün hüceyrələrində deyə bilmərik. Çünki yəni bitkilərin məsəl üçün kökündə deyək, xloroplastlar rast gələ bilərikmi? Gələ bilmərik. Göbələk hüceyrəsində olmur. Bitkilər çünki göbələklərdə fotosintez etmək qabiliyyəti yoxdur. Bitkilərin yalnız yaşıl hüceyrəsində bəli ola bilər. Baş soğanın yeraltı qısa gövdəsi nə adlanır? O da adlanır dibçik. Aşağıdakılardan biri qalxan çiçək qrupu deyil. Qalxan çiçək qrupu deyildir. Armud qalxandır, yemişan qalxandır, quş armudu qalxandır, feyxoya qalxandır. Amma yer armudu digər adı nədir? Topinamburdur. Mürəkkəb çiçəklər fəsləsinə aiddir və səbət çiçək qrupuna aiddir. Olur C variantı. Burada armud sözünə görə bunu dəyişik salmamaq lazımdır. Yer armudu digər adı nədir? Topinambur. 5-ci sualda bizə deyir: şəkildə verilən bitkinin adı hansı variantda düzgün verilibdir? Şəkildə gördüyünüz kimi yosun verilibdir. Yəni lamnariya yosunu verilib. Qonur yosunlara aiddir bu da. 6-cı sualda deyir: şəkildəki bitkinin aid olduğu fəslərin adı hansı variantda düzgün verilmişdir? Şəkildə görürük ki, paxla meyvəni görə bilirik aydınca bu da. Bu da aiddir paxlallara. 7-ci sualda deyir: qarğıdalının qısa çiçək qrupunda nə olmaz? Qarğıdalının qısa çiçək qrupu birisi dişi çiçəklərdir. Orada da erkəkçiyə aid heç bir şey ola bilməz. Yumurtalıq dişi aiddir. Var, yumurtacıq var, dişicik var, saplaqsız çiçəkləri var, amma erkəkçiyi yoxdur. 8-ci sualda verilmiş bitkilər aləminin şöbələrinə növ sayının artma ardıcıllığı ilə düzün. Yosunların bilirik ki, 55 minə qədər növ var. Mamırların 35 mindir. Qıcıların 11.500'dür. Çırpaq toxumların 750'dir. Örtülü toxumların da 250-300 mindən çox növ var. İndi isə baxaq. Bizə deyir ki, növ sayının artma ardıcılığı ilə ən az çırpaq toxumludur 4 ilə başlayır. Sonra gəlir qıcı kimlər 11.500, mamırlar 35.000, yosunlar 55.000, örtülü toxumlar da 250-300 mindən çox. 4, 3, 2, 1, 5. Doğru cavab olur Y variantı. 9-cu sualda bizə nə deyir? Deyir, birləpəli bitkilərdə toxum düzərərkən endospermdə toplanan qida maddələri üşüyümə necə keçir? Birləpəlilərdən deyir ki, toxum düzərərkən, bax buğdanın toxumuna baxaq. Buğdanın toxumunda aydın şəkildə görə bilərik. Bax, burada nə var? Ləpə yarpağı var. Ləpə yarpağı var. Burada nədir? Rüşeyimdir. Rüşeyim. Burada endospermdir. Endosperm. Bax, buradan deməli, endospermdə olan ehtiyat qida maddələri ləpə yarpağının funksiyası ilə rüşeymə ötürülür. Ləpə yəni burada əlaqə yaradır. Bax, buğdanın quruluşundan aydın şəkildə görə bilərik. Deməli, düzgün cavab olur nə? Ləpə yarpağı ilə. Sonra, 10-cu sualda. Kərtənkələnin bədəni baş, gövdə, quyruq və ətraflardan ibarətdir. Öyrənən elm sahəsi hansı bənddə düzgün verilmişdir? Burada görürsünüz ki, formasını deyir. Bu da öyrənir. Deməli, morfologiya elmi öyrənir bunu. Sonra gəldik 11-ci sualda. Verilmiş bitkilərdən hansılarda cinsi nəsil üstünlük təşkil edir? Biz necə demişdik? Demişdik ki, birinci hansı çoxalma gedirsə, həmin nəsil üstünlük təşkil edir.
Qıcılarda bilirik ki, cinsi nəsil üstünlük təşkil eləmir, qeyri-cinsi təşkil edir. Çünki yetkin bitki, yetkin qıcı qeyri-cinsi nəsildir, yəni sporofit nəsildir. Amma mamırlarda yetkin bitki cinsi nəsildir, çünki üzərində qametlər əmələ gəlir. Deməli, mamırlarda cinsi nəsil daha üstünlük təşkil edir. Buna görə də mamırları götürürük. Burada da yaşıl quş mamırını verib, sfagonumu veribdir. Ona görə doğru cavab olur 1 ilə 4. 12-ci sualda deyir, böyrək xəstəliklərinin müalicəsində və qan kəsi kimi istifadə olunur. Bu da sinif dərsliyində olan gözəl bir qeyddir. O da olur çör qatır quyruğundan. 13-cü sualda deyir, çırpaq toxumlarda olmur. Ləpə yarpağı olur 6 ədəd. Endospermi var, haploid, mil kök sistemi var, əsas kökü də var axı. Sonra toxumu da var və dişiciyi isə yoxdur. Nə erkəkciyi, nə də dişiciyi var. Yer fındığının çiçəyində struktur elementlərinin sayını cəmi 2 olarsa, yer fındığın əvvəlcə bura kimi baxaq. Yer fındığı bilirik ki, hara aiddir? Paxlarlara aiddir. Struktur elementlər deyirsə, K5, L5, Y10, yəni 9 plus 1, D1. Yəni 5, 5, 10, 10 da bu 20, 1 də bu 21. Deməli, yer fındığında struktur elementlərinin sayı 21 dənədir. 21 dənə. Zambaqda erkəkçilərin sayı da 6 dənədir. Bizdən də ikisinin ilkin cəmini soruşur. 21 ilə də 6-nın cəmi bizə verir 27. Doğru cavab olur 27. 15-ci sualda deyir, konjugasiya sözünün mənası. Konjugasiya sözünün mənası birləşmə deməkdir. Konjugasiya birləşmədir. Sonra 16-cıda deyir, bütün nümayəndələr yalnız heterotrof yolla qidalanır. Heyvanların avtotrofu da var. Məsəl üçün, yaşıl evliliyinə heyvanlar aləminə aiddir, avtotrofdur, həm də heterotrofdur. Buna görə, məsəl üçün, heyvanları çıxırıq. Bütün nümayəndələri deyir burada bizə. Sonra, bitkilərin deyir ki, bütün nümayəndələr yalnız heterotrof yolla qidalanır. Bitkilər axı avtotrof qidalanır, bunu bilirik biz. Bu da çıxır. Deyə bilərik bəzən də, milçək tutanda vardı, nepentis, həşərat tutan bitkilər miksotrof hesab edilir də. Həm çünki bitki kimi, həm də heyvan kimi qidalanır. Ona görə miksotrof hesab edilir. Amma bizə deyir ki, bütün nümayəndəsi heterotrof olsun. Göbələklərdə fotosintez edən nümayəndəsi yoxdur. Avtotrof nümayəndəsi yəni yoxdur. Bütün nümayəndələri heterotrofdur. Doğru cavab olur göbələklər. Bakteriyalar qidalanma tipinin bütün növlərinə rast gəlmək olur bakteriyalarda. Avtotrofda, heterotrofda. Ona görə bakteriyalarda olmur, şibyələrdə də olmur. Ona görə şibyələrdə də avtotrof qidalanma olur. Sonra gəldik 17-ci sualda. Qidalanmasına görə parazit olan hansı göbələk taxıllarda parazitlik etmir? Taxıllarda parazitlik etmir deyirsə, sürmə taxıllarda parazitlik eləyir. Çovdar mamız eləyir, pas göbələyi taxıllarda parazitlik eləyir. Amma qov göbələyi ağaclarda parazitlik eləyir, bunu bilirik. Burada mukor göbələyin deyə bilərsiniz ki, mukor göbələyi də taxıllarda parazitlik eləmir. Amma bizə burada deyir axı, parazit olan hansı göbələk? Mukor göbələyi parazit göbələklərə aid deyil, axı saprofit göbələkdir. Ona görə bunu götürə bilmərik. Sonra 18-ci sualda aşağıdakı hansı orqanizmin vegetativ orqanları olmur? Yəni kökü, gövdəsi, yarpağı olmur deyirsə, biz deməli, gəlin baxaq, elə maral mamırıdır. Maral mamırı adında mamır olmasına baxmayaraq bilirik ki, biz şibyələrə aiddir. Şibyələrin də nə kökü var, nə gövdəsi var, nə yarpağı var. Doğru cavab olur A variantı. Ginkgo çırpaq toxumlara aiddir. Erkək qıcını bilirsiniz, var. Sekvoya mamont ağacı. Bu da bilirik ki, kökü də var, gövdəsi də var. Yarpağı da var. Sürvə də onu kimi kökü, gövdəsi, yarpağı hamısı da var. Gəldik buradan 19-cu suala baxaq. 4 ilkin bakteriyadan 2 saat ərzində əmələ gələn bakteriya X olarsa, 4 dənə ilkin bakteriyamızdır. 2 saat ərzində deyir, əmələ gələn bakteriya X olarsa, 2 saatda 6 nəsil verir. Bilirik ki, 2 üstü 6 kimi yazırıq bunu da. 1 saatda 3 nəsildir. Əmələ gələn bakteriya bu da eləyir neçə? 4'ü vururuq bir sözlə desək 64'ə. O da bizə verir 256. 256 dənə bakteriya əmələ gəlir. İkisimiz tapdıq 256. Sonra üzərinə də gəlirik Y2. Y2-də deyir başlanğıc bakteriyanın sayı. Başlanğıc bakteriyanın sayı da 4 dənədir. Buradan da gəlir eləyir 260 dənə.
Sonra gəldik 20-ci sualımıza. 20-ci sualda bizə nə deyir? Deyir, Lotex, Sfagnum, erkək qışı, Tuya, Andız, itburnu verilmiş bitkilərdə olan vegetativ orqanların sayını cəmini tapın. Lotex yosundur, bunlarda yoxdur. Sfagnum mamırlara aiddir, gövdə və yarpağı var. Erkək qıcının kökü də var, gövdəsi də var, yarpağı da var. Tuyanın deməli çırpaq toxumlara aiddir, üçü də var. Andız örtülü toxumlara aiddir, hamısı var. İtburnu örtülü toxumlara aiddir, hamısı var. Bizə də bunun cəmi verir 14. Doğru cavab olur 14.